Deməli belə bayraqların izahını verəcəm. Bunun üçün biz insert tabına giririk. Birinci Fələstini hazırlayırıq. Shapes və düzbucaqlı çəkirik. Çəkəndən sonra təxminən bu ölçüdə Ctrl Shift və mouse'un sol düyməsini basıb saxlayıb çəkirik aşağı. Və bir dənə də çəkirik aşağı. Və bunlara da rəng veririk. Deməli tünd yaşıl verdik. Təxmini verirəm rəngi, yəni sonra özünüz Morphic Colors'dan, yəni özünüz təxmini seçib tətbiq edə bilərsiniz. Yəni, vaxt getməsin deyə yəni dəqiq vermirəm, rəngləri özünüz verərsiniz. Bunu seçdim, ağ rəng verdim. Axırıncını da seçib qırmızı rəng verirəm və bunları daha doğrusu axırıncını seçməmişdim. Axırıncını seçib qırmızı rəngi verdim. Və burada deməli outline-ları da məsələn rəng vermək olar. Məsələn qara rəng, outline, daha doğrusu shape outline əmri vasitəsilə qara rəng vermək olar. Bunları seçib qara rəng verək konturlarını. Sonra bizə trapez lazımdır. Gələm shapes-ə, shapes-dən bu trapezi çəkirəm. Daha sonra layout tabına daxil olub buradan rotate əmri vasitəsilə bunu çevirirəm bu formatda. Daha sonra bunun üzərinə gətirirəm. Hətta burada miqyası artırıram ki, lap dəqiq olsun. Və bunu da kontur rəngini qara eləyirəm. İçin rəngini də zaten qara rəng eləyəcəm. Və daha sonra bunu bir qədər sürüşdürürəm bu hissəyə doğru. Bunu etdikdən sonra daha sonra və görürsüz bunu belə deyək də, necə eləyə bilərik də, çünki burada belədir də, yəni bu hissələr bu hissəyə doğru birləşdirilib. Burada format alət tabında edit points var. Bunu çəkirəm bu tərəfə. Bunu da çəkirəm düz yuxarı. Bu formada edə bilərsiniz. Belə. Sonra da bunu etdikdən sonra da bir dənə insert tabı, bir dənə text box, draw text box çəkə bilərsiniz. Bu formatda sonra içində Fələstin yazacaqsınız. Fələstin tən ortaya verəcəksiniz, böyüdəcəksiniz. Qalın maksimum böyüdürsünüz və daha sonra format alət tabına girək, için rəngini verək, məsələn belə bir rəng. Sonra bunların hər birini seçərəm. F-ni seçdim, S-ni seçdim, məsələn buradan gəldim, home tabından məsələn verdim yaşıl rəng, sonra nə bilim Ə-ni seçdim, buradakı kontrol düyməsini basıb saxlayıb T hərfini seçdim, buna ağ rəng verdim və bu qayda ilə verərsiniz, vaxt getməsin deyə burada stop edirəm və bunları hazırlayandan sonra kontroldan bir-bir seçirsiniz bunları, yəni birinci seçib kontrol basıb saxlayıb digərini seçirsiniz. Layout tabında burada qrup əmri də var, qruplaşdırmaya vurub, yəni qruplaşdıra bilərsiniz belə, yəni dağılmasın. Daha sonra insert tabına gəlirəm, burada mənə lazımdır bu Yunanistanı hazırlamaq. Yenə daxil oluram buraya, shapes, düzbucaqlı seçirəm və burada təxmini bu ölçüdə çəkdim. Daha sonra Ctrl Shift mouse'un sol düyməsi ilə çəkirəm aşağı. Bunun rəngini eləyirəm ağ. Daha sonra konturların rəngi qara olsun. Göyü də seçirəm, konturların rəngi qara olsun. Sonra bu ikisini seçirəm. Birini seçirəm, kontrol basıb saxlayıb digərini seçirəm. Seçəndən sonra buraxıram bütün düymələri. Ctrl Shift mouse'un sol düyməsi ilə çəkirəm. Bunun sayı olur neçə dənə? 4 dənə. Bunu belə seçdikdən sonra baxın, bu ikisi zaten seçilidir. Kontrol düyməsini basıb saxlayıb digərlərini seçirəm. 3, 4. Daha sonra buraxıram düymələri. Ctrl Shift mouse'un sol düyməsi ilə çəkirəm. Olur 8 dənə opsiya oldu. Daha sonra birini seçirəm. Ctrl Shift aşağı verirəm. Eləyir 9 dənə olmalıdır çünki. Bu
Bunu eləyəndən sonra indi mən bunları biraz az elədim. Gərək enini biraz çox eləyərdim. Onu ən sonda da eləmək olar. Ya da bunları hamısını seçək. Bunları hamısını seçək. Ya da ki Home tabında Editing, Select Objects əmrləri var. Əmri var daha doğrusu. Select Objects hamısını seçirəm. Bunu Layout tabına girib qruplaşdırıram. Məsələn, əgər az çəkmişəmsə biraz böyüdə bilərəm. Həmçinin burada da biraz bunu böyütmək mümkündür. Bunu eləyəndən sonra bunu qruplaşdırmışdım zaten. Bir dənə də görürsünüz ki 1, 2, 3, 4, 5. 5-ni əhatə eləyən bir dənə Shapes çəkirəm. Buradan 5-ni əhatə eləyən, daha doğrusu yəni düzbucaqlı Shapes. Shapes'dən düzbucaqlığını seçirəm. Seçib daha doğrusu çəkirəm. Sonra bundan sonra mənə lazımdır bunları düzəltmək. Bunu necə edəcəm? Yenə gələcəm burada. Bax, buradan basıb saxlayıb çəkirəm bura kimi. Məsələn, çəkdim təxmini. Bunun rəngini ağ elədim. Kontrolların rəngini no outline edirəm. Biraz da bunu yaxınlaşdırıram. Yaxınlaşdırandan sonra biraz bunu uzadıram belə. Aha. Burada da biraz uzadaq. Aha. Daha sonra bunun özünü nə edirəm? Kopyalayıram. Məsələn, Ctrl Shift basıb saxlayıb çəkirəm aşağı, ya da ki burada qalsın hələ ki. Bunu Layout tabına girirəm. Bunu fırladıram belə, düz olsun. Düz olandan sonra gətirirəm, bunu buraya yerləşdirirəm. Bunu da necə eləyə bilərəm ki, tam mərkəzinə düşsün. Burada fikir verin, baxın, məsələn, bu buradadır. Məsələn, bunu biraz ölçüsünü buradan qaldıraq. Buradan qaldırdım. Bax, bunu seçmişəm. Shift düyməsini basıb saxlayıb, bax, bu göy rəngli olan düzbucağını seçəcəm. Sonra Align əmrinə daxil olaram Layout tabında. Align sense edirəm. Bir dənə də Align hər ritmə qarşı middle edirəm. Yəni həm üfüqi həm də şaquli mərkəzdə olsun. Bundan sonra artıq yəni zaten bunlar hamısı bir yerdə yaxşı formada burada oturdu. Sadəcə bunları seçib outline'larını, yəni kontrolların rənglərini yəni no outline edirəm. Bunu da seçirəm. Bunu da no outline edirəm. Bu formada. Daha sonra yenə Home tabında Editing, Select Objects, bunların hamısını seçirəm belə. Layout tabına gəlib nə edirəm? Qruplaşdırıram. Aydındır. Daha sonra məsələn də burada da məsələn Ctrl Shift aşağı çəkirəm. Məsələn bunu belə. Bu məsələn için rəngini edirəm qara rəng. Sonra burada məsələn fələsin sözün üstünə 2 dəfə vururam. Yunanistan yazıram. Yunanistanın hamısını nə edirəm? Seçib bütün yazılarını ağ edirəm. Sonra lazımi hərfləri seçirəm. Y-ni seçirəm. Ctrl basıb saxlayıram. N-ni seçirəm. Sonra növbəti N-ni seçirəm. Sonra S-ni seçirəm. Sonra A-nı seçirəm. Bunların rəngini girib buradan açıq göy edirəm. Belə. Bunu da seçək, biraz böyüdək, bayrağa yoxun. Belə.